Putin kritik qərar verdi. Kadyrov ailəsi ölkədən qaçdı. İddialara görə Çeçenistan rəhbəri Ramzan Kadyrov komaya düşüb. Bunu siyasi şərhçi Heydər Oğuz bildirib. O deyib ki, Kadyrov Moskvada və ya Rusiyanın başqa bölgələrində müalicə almaqdan imtina edib. Kadyrovun fikrincə Kreml onu vaxtından əvvəl qaranlıq dünyaya göndərmək niyyətindədir və bu məqsədlə də əvvəllər müalicə olunduğu Moskvada tibb işçiləri tərəfindən zəhərlənib. Kadyrovun dərdi bununla da bitmir. İddia olunur ki, Kadyrov özündən sonra övladlarından birinin siyasi varis seçilməsinə Kremldən razılıq ala bilməyib. Buna görə də övladlarını və varidatını Səudiyyə Ərəbistanına daşımağa qərar verib. Qeyd edək ki, 45 yaşlı Kadyrov, biri Əhməd, digəri Adəm adlı iki oğul atasıdır. Böyük oğlu Əhməd 20, Adəmin isə 18 yaşı var. Şərq mentalitetinə görə varislik böyük oğlun haqqı olsa da Kadyrov 18 yaşlı kiçik oğluna daha çox üstünlük verir.